Rəşid müəllim, bir daha xoş gördük sizi. Sabahınız xeyir, xoş gördük. Rəşid müəllim, bu il Azərbaycan mətbuatının 150 ilini qeyd edirik. Azərbaycan mətbuatının, jurnalistikasının 150 il kifayət qədər uzun bir müddətdir və bu peşə Çar Rusiyasında gördü, Azərbaycan Xalq Cümhuriyyətində gördü, Sovetlərdə gördü və nəhayət müstəqil Azərbaycanda gördü. Siz necə düşünürsünüz? Jurnalistikanın hansı dövrdə müqayisə etsək, mətbuatın ən yaxşı, ən uğurlu olduğu dövr hansıdır? Sadəcə adının olduğu dövr hansıdır? Birdən məndə də elə arzular olur ki, mən keçmişə qayıtsam, hansı dövrdə yaşamaq istəyərdim. Amma bunu ümumi belə fikirləşdiyim hallar olub. Amma konkret media ilə bağlı maraqlı sualdır. Mən heç o bu barədə fikirləşməmişəm. Amma bizim 150 illik mətbuatımızın tarixi şərəfli bir tarixdir. 1875-ci ildə Həsən bəy Zərdabi özdə yayın cırhacırında, iyulun 22-sində ilk qəzeti çıxartdı və bizim ümumilli liderin sərəncamı ilə 2000-ci ildən sonra bu bayram kimi qeyd olundu, mətbuat günü kimi qeyd olundu. Hərdən bu tədbirlərdə mən də zarafat yana deyirdik ki, iyulun 22-sində yayda, isti havalarda tədbirlərin keçirilməsi biz adətən yeni mətbuat orqanı açanda Azərbaycan 90-cı illərdən sonra payız vaxtına salırdıq ki, daha çox oxucu olsun. Amma o insanlar, Həsən bəy Zərdabi və onun əqidədaşları o zaman, o məşəqqətlə, o zülmlə ki, ilk dəfə Azərbaycan dilində qəzet yaratdılar ki, onun elə iyulun 22-sində isti havada da çıxmağı bizim üçün böyük fəxarət idi və gələcək tariximizə böyük işıq saçdı. Həsən bəy Zərdabi ümumiyyətlə Azərbaycanda təkcə ilk qəzetin, mətbuatın banisi deyil, o bir çox sahələrdə Azərbaycan maarifçiliyinə, Azərbaycan düşüncəsinə yenilik gətirən insandır. İlk teatrın yaradıcısı kimi Həsən bəy Zərdabinin adı çəkilir. İlk qız məktəbinin, ilk xeyriyyə təşkilatlarının, bugünkü dillə desək, ilk QHD-lərin təməlini Həsən bəy Zərdabi qoyub. Həsən bəy Zərdabinin başladığı o böyük yol bir müddət Azərbaycanda o dövr qəzetlər çıxmasa da, fasilələrlə də olsa da, amma sonraki dövrlərdə böyük bir intibaha gətirdi və bu bizim mətbuat orqanlarının ətrafında toplaşan ziyalılar nəhayətdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradanlar sırasında oldular, onun öncülləri sırasında oldular və bizim 1918-20-ci illərdəki mətbuat Üzeyir bəy Hacıbəylinin rəhbərlik elədiyi Azərbaycan qəzeti, eləcə də digər mətbuat orqanlar bizim qürurla fəxr elədiyimiz dövlətçilik tariximizdir. Sovet dövrü barədə də danışanda yenə Sovet dövrünü nə qədər qaralasalar da, amma Sovet dövründə hesab edirəm ki, bizim jurnalistlərimiz, yazıçılarımız Azərbaycan dilinin saflığının qorunmasına böyük xidmət göstərdilər. Eyni zamanda milli şuur məhz Sovet dövründə bizim istedadlı yazarların, milli jurnalistlərin dəstəyi və təəssübkeşi ilə gətirib 80-ci illərdə xalq hərəkatına gətirib çıxartdı və Azərbaycan müstəqillik qazanandan sonra isə Azərbaycan tarixində, mətbuatın tarixində də mühüm hadisələr oldu. Həm ümumilli lider Heydər Əliyevin mətbuata diqqət və qayğısı, indi bu barədə yəqin danışacağıq. Eyni zamanda cənab prezident İlham Əliyevin daim mətbuata diqqətdə saxlaması. Və mən indi bu belə sürətli ekskursdan sonra fikirləşsəm ki, hansı dövrdə yaşamağı arzulayardım. Heç şübhəsiz ki, mən 20-ci əsrin əvvəllərində o mətbuat artıq bumu oldu Azərbaycan dilində. Həyat, İrşad, Açıq Söz qəzetləri, Molla Nəsrəddin jurnalı, bu tipli mətbuat orqanlarının yaranmağa başladığı və bizim mətbuatımızın, ümumiyyətlə intibahımızın belə o dövrü mənim üçün maraqlı olardı. Məmnuniyyətlə o dövrə qayıdıb orada yaşamaq və yazmaq istəyim olardı. Rəşid müəllim, 150 il kifayət qədər uzun bir müddətdir. Necə düşünürsünüz, bu illər ərzində Azərbaycan mətbuatı institutlaşa bilibmi? Bizim indi bilirsiniz arada ki o fasilələrlə bağlı deyirik. Məsələn, Əkinçidən sonra
Ziya, Kəşkül, ondan sonra bir müddət fasilələr, sonra 20-ci əsrin əvvəllərində adını çəkdiyim mətbuat orqanlarının yaranması və məsələn 1906-cı ildə Molla Nəsrəddin jurnalı çıxır və 30-cu illərdə o bağlananacan demək olar ki, Sovet İttifaqı ərazisində yeganə müstəqil bir nəşr olubdur. O zaman artıq Sovet dövründə bütün müstəqil nəşrlər qapanmışdı, bağlanmışdı, amma Cəlil Məmmədquluzadəyə görə o Molla Nəsrəddin jurnalı müstəqil nəşr olaraq yarandı. Və bizim Sovet dövründə bilirsiniz ki, mətbuat ancaq dövlətin nəzarətində idi. Müstəqil mətbuatın yaranması 1991-ci ildə kütləvi informasiya vasitələri haqqında qanunun qəbulundan sonra müstəqillik dövründə yarandı və mənim rəhbərlik elədiyim elə 525-ci qəzet 92-ci ildə qeydiyyatdan keçəndə artıq 525 mətbuat orqan qeydiyyatdan keçmişdi. Bu baxımdan o dövr oldu ki, mətbuat həm bir biznes institutuna çevrildi, həm ictimai fikrə təsir edən güclü bir amilə çevrildi. Amma mən dəfələrlə demişəm ki, bunun bizim vaxtımız olmadı ki, bizim Türkiyədəki, başqa bizim köklü dövlətlərdəki kimi mediamız, indi o zaman daha çox qəzetlərimiz və televiziyalarımız müstəqil bir biznes institutuna çevrilsinlər, biznes strukturuna çevrilsinlər. Qəzetlərimiz biznes strukturuna çevrilə bilmədi. Biz 99-cu iləcən, məsələn, 525-ci qəzet olaraq biz yaxşı pul qazanmağa başladıq. Hətta fikirləşirdik ki, bu imkanlar genişləndikcə öz jurnalistlərimizin məişət şəraitini yaxşılaşdırmağı düşünək və indi də məsələn çox bizim vəzifədə olan rektorlar, başqa komitə sədrləri deyirlər ki, o vaxtlar biz tələbə idik, 525-ci qəzetə yazırdıq, özdə elə yaxşı qonorar alırdıq ki, ondan deməli keçinirdik. Bu bizim üçün də belə nostalji vaxtlar idi. Amma ondan sonra ümumiyyətlə Azərbaycanda qəzet reklam məhdudlaşdı, qəzet satışı azaldı. Sonrakı illərdə artıq bizim yeni media yaranmağa başladı və bunun nəticəsində də ümumiyyətlə qəzetlərimiz iqtisadi cəhətdən zəiflədilər. Ümumiyyətlə bizim arzuladığımız media strukturu olmadı. Mən o vaxt 98-ci ildə Amerikaya gedib gəlmişdik. Qulu Məhərrəmli Azər Əsrətlə bir yerdə. Həftə sonu New York Times, Washington Post kimi qəzetləri alırdım. 500, 600 səhifə, 1000 səhifə içərisində yüzlərlə broşuralar olan qəzetlər olurdu həftənin. Mən arzulayırdım ki, Azərbaycanda da məsələn belə qalın 100 səhifəlik həftə sonu qəzetləri çıxardım. Bir-iki dəfə cəhd elədik buna, 100 səhifəyə yaxın qəzetlər çıxartdıq. Amma buna bizim iqtisadi imkanımız çatmadı. Üstəgəl də reklam arzuladığımız kimi deyil və bu barədə biz həmişə danışmışıq. Azərbaycanda reklam başqa ölkələrlə müqayisədə çox azdır. Hər bir ölkədə ümumi daxili məhsulun 1%-nə yaxın reklam olmalıdır. Üstə təəssüf ki, bu aşağıdır və bunun nəticəsində də artıq qəzetlər iqtisadi vəziyyətləri pisləşdi, nəşriyyata borcları yarandı. Bu mənada 2000-ci illərin əvvəllərində Azərbaycan prezidenti, milli lider Heydər Əliyevin sərəncamı ilə mətbuatın nəşriyyata olan borcları donduruldu. Ondan sonra bu borclar bağışlanıldı və cənab prezidentin dövründə də mətbuata dövlət dəstəyi konsepsiyası qəbul olundu və demək olar ki, bax bu iqtisadi mətbuatın vəziyyətini nəzərə alaraq dövlət mətbuatın maliyyələşdirilməsinə dəstək verdi. Mən neçə dəfə demişəm ki, vaxtı ilə Heydər Əliyev, daha sonra İlham Əliyev olmasaydı, Azərbaycan yazılı mətbuatı öz ömrünü başa vurardı. Rəşad müəllim, iqtisadi imkanlardan danışacaq, bir də belə bir şey var. Biz 150 il əvvəl, 100 il əvvəl də danışırdıq avamlıqdan, danışırdıq dövlətçilikdən, türkçülükdən, hətta danışırdıq qızların vaxtından tez evlənməyindən. Bugün 150 il keçməsinə baxmayaraq Azərbaycan mediası demək olar ki, yenə eyni şeyləri danışır. Bunun uğurdur, uğursuzluqdur, nədir? Biz niyə bu 150 ildə mövzularımızı belə təəssüf ki, elədir. Mən bəzi vaxtlarda da buna münasibət bildirmişəm. Bizim
elə 1875-ci ildən başlayan mətbuatımız, sonraki dediyim 20-ci əsrin əvvəllərində də həm onlar Nəsrəddin jurnalı daxil olmaqla avamlığa, cəhalətə qarşı mübarizə aparıblar. Hətta o vaxtki dövrdə mollaların, dırnaqarası din xadimlərinin nə qədər baskıları olsa da belə onlar öz ideyalarından, öz düşüncələrindən çəkinməyiblər. Və aradan bu qədər keçəndən sonra informasiya texnologiyalarının inkişafı, dünyanın artıq heç bir sirrinin qalmadığı bir dövrdə də yeni bu sosial şəbəkələrin meydan suladığı vaxtda da yenə avamlığın, cəhalətin, xurafatın meydan sulaması çox təəssüf vericidir. Görükür, insan beyni elədir ki, yenilikləri qəbul etməyə, maariflənməyə meyldən daha çox cəhalətə, xurafata meylə daha çox yaxındır. Bu baxımdan mən təəssüflənirəm ki, bizim böyük maarifpərvərlərimizin 100 il, 120 il əvvəl başladıqları, gördükləri işlər hələ də davam etdirilməkdədir. Mətbuatımızın maarifçilik funksiyası yenə də ən ömdə və qabarıq görünən məsələdir. Rəşad müəllim, bir sahənin peşəkar olması, daha da institutlaşması və cəmiyyətə daha çox təsir etməsi üçün təhsil səviyyəsi çox önəmlidir. Bu baxımdan siz jurnalistikanın Azərbaycan universitetlərində keçirmə səviyyəsini necə qiymətləndirirsiniz? Onlar həqiqətən peşəkar jurnalist yetişdirə bilirlərmi dövr ərzində? Sovet dövründə də mən hesab edirəm ki, mən özüm Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxumuşam və fikirləşirəm ki, ən üstün və açıq düşüncəli məkanlardan biri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi olub. Orada bizim hörmətli müəllimlər, professorlar dərs deyirdilər və onlar eyni zamanda Azərbaycan bədii ictimai fikrinin görkəmli nümayəndələri idi. Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi, Nurəddin Babayev, Cahangir Məmmədliyev və digər adını çəkmədiyim bizim ustadlar orada elə bir mühit yaratmışdılar ki, oradan da jurnalistika fakültəsi qabaqcıl, öncül bir fakültəyə çevrilmişdi. Orada çox gözəl bir mühit var idi. Və bu gün də o ənənə davam eləyir. Amma indi bu gün necədir? Bu gün jurnalistika adına iddialılar çoxdur. Arada bir ümumiyyətlə jurnalistika fakültələri lap çoxaldı və ən böyük problemlərdən biri budur ki, ümumiyyətlə indi heç bir yerdə təhsil almamış bir kəs də belə ürəklə özünə jurnalist deyə bilir. Qabaqlar mən deyirdim qəzetlərin gür vaxtında ki, əlifbanı öyrənən kimi gəlib qəzet açırlar, çıxardırlar. Bugün isə yeni bu texnologiyalar, internet medianın ortaya çıxması sayəsində indi heç əlifbanı öyrənmək də ehtiyac yoxdur. Kameranı qoyur qarşısına, telefonu qoyur qarşısına, ağlına gələni danışır və hesab edir ki, bu artıq jurnalistdir, ictimai fikrə təsir eləmək gücündədir. Belələrindən Mətbuat Şurasına çox şikayətlər gəlir və biz o şikayətləri elə bil ki, araşdıranda məlum olur ki, bunların ümumiyyətlə ən elementar bilikləri, bu sahə ilə bağlı ən adi məlumatları yoxdur. Və bu da ora gətirib çıxarır ki, cəmiyyətdə bu tipli adamlar jurnalistikanın, həqiqi peşəkar jurnalistlərin hörmətini aşağı salırlar və nüfuzuna xələl gətirirlər. İndi bununla bağlı Medianın İnkişaf Agentliyi yeni qanuna əsasən reyestr yaradıbdır. Eyni zamanda Mətbuat Şurasında da peşə davranış etik qaydalara əməl olunması xahiş olunur, tələb olunur. Amma yenə də dediyim kimi bu indi zamanın gətirdiyi bir problemdir və hələ ki qarşısını almaq çətin məsələdir. Rəşad müəllim, ümumiyyətlə bu sahə yaranandan bəri jurnalist kimdir, jurnalistika nədir sualına, həqiqi nəzəri baxımından da, praktik baxımdan biz birbaşa cavab tapmamışıq. Siz dediniz ki, məsəl üçün yaranıb vətəndaş jurnalistikası, ümumiyyətlə yeni media yaranandan bəri yarandı vətəndaş jurnalistikası. Sizin də çox maraqlı fikriniz var jurnalistika ilə bağlı. Mən istəyərdim o fikri səsləndirim. Siz belə bir status yazmışdınız ki, jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməli, tam qərarsız davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir. Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə mütərəqqi missiya yerinə yetirməlidir. Bu fikirdəki mən əsas vəzifənin jurnalistikanın heç bir halda cəmiyyətdə gərginlik yaranmaması fikrini
belə deyim ki, qətiyyən razı deyiləm. Bunun Əgər jurnalist heç bir halda gərginlik yaratmayacaqsa, onun belə deyək ki, funksiyası nə olacaq? Sadəcə məlumatlandırmaq belə olmur da, belə deyək ki. Yox, biri var ki, məsələn, qəsdən gərginlik yaratdasan və bizim atalar sözü məsələmiz də var da, qaşınmayan yerdən qan çıxardasan, bu tipli olur. Jurnalistikanın indi jurnalist üçün əsas keyfiyyətlər var, obyektiv, vicdanlı olmaq. Eyni zamanda, məsələn, düşüncələrdə var ki, məsələn, jurnalistika peşədir, yoxsa sənət. Jurnalistika ilə hamı məşğul ola bilər, yoxsa jurnalistika yaradıcılıq kimi, şeir, yazıçılıq kimi genindən gələndir. Bizim bir çoxlarımız, məsələn, jurnalistikanı bizim nəsil bir sənət, bir ruhdan, içdən gələn sevgi hesab edib. Mənim yadımdadır ki, bizim məşhur jurnalistlərdən biri Rauf Talışinski ilə mərhum onunla bir tədbirdə idi, bir 15-20 il qabaq. Tədbirin də şüarı belə idi ki, hamı jurnalist ola bilər. Biraz oturandan sonra Rauf dedi ki, mən burada oturmuram, gedirəm, çünki mənim təsəvvürümdə hamı jurnalist ola bilməz. Mən də o düşündəyəm ki, hamı jurnalist olanmaz. Amma yeni bu texnologiyalar ona gətirib çıxarır ki, hər kəs jurnalist ola bilər, hər kəs bu jurnalistin adi prinsiplərindən, normalardan istifadə edib jurnalist kimi görükə bilər. Bu da gətirib belə bir xaosa yaradıb ki, doğrudan da indi elə hamı özünü bir-iki fikir söyləməklə jurnalist hesab edir. Amma peşəkar jurnalistika nədir? Peşəkar jurnalistikanın hansı tələbləri var? Birinci növbədə əlbəttə indi bu obyektiv olmaq, vicdanlılıq və xəbərin hər şeydən önə çəkmək əhəmiyyətli məsələdir. Amma bir məsələ də var ki, indi bu son vaxtlarda aktuallaşıb. İndi elə bir məqam gəlir ki, bizim torpaqlarımızı işğaldan azad etmişik, suverenliyimizi bərpa eləmişik, düşmənlərimiz ətrafda çoxdur, zəfər qazanmışıq və bu tərəfdə də müasir texnologiyalardan istifadə edib bizə qarşı şər, şəbədə atan, dezinformasiya yayan, saxta xəbərlər yayan düşmənlər var və bunun da xeyli dərəcədə jurnalistika xətti ilə eləyirlər. Onda bizim jurnalistikamızın indi vətənpərvərlik mövqeyi daha önə çəkilməlidir. O xəbərin məğzi, indi bugün yeni qanunumuzda da var, media savadlılığı. Bu məsələlərə bir vətəndaş mövqeyindən biz düşünməliyik ki, bu bizə nə dərəcədə problem yarada bilər. Bu xəbərlərin saxta, feyk olması aydındır, yoxsa yox və bu xəbərin yayılması ümumiyyətlə Azərbaycanda hansı gərginliklərə gətirib çıxarıla bilər. Biz bunu bilsiniz, bir tərəfdən var qəsdən yayılmış dezinformasiya ki, bilsən ki, Azərbaycanda təxribat yaratmaq üçün bunu yayırlar və bunu da yerli media o dəqiqə götürüb bunu hallandırırsa və bu gərginliyin artmasına səbəb olur. Amma indi sadəlövlükdən, məsələn, bilməməzlikdən yaranan belə saxta xəbərlər də olur. Bunu da çox zaman sosial şəbəkə istifadəçiləri bilməyərəkdən eləyirlər. Onlar mətbuatdan, jurnalistlərdən fərqli olaraq hadisənin, xəbərin dəqiqləşdirilməsini və müxtəlif baxışlar və müxtəlif mövqelərin ortaya qoyulmasını bilmirlər. Sadəcə gördüklərindən tez, ani nəticələr çıxardıb yayırlar. Bu da xeyli dərəcədə gərginlik yaranmasına səbəb olur. Mən hesab edirəm ki, Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır və bu dövrdə tutaq ki, biz haradasa jurnalistika prinsiplərindən geri çəkilib, daha çox vətənpərvərlik, daha çox vətəndaşlıq mövqeyimizi ortaya qoymağımız heç bir xələl gətirməz. Çünki Azərbaycan gələcəkdə elə bilirəm ki, regionun ən güclü və ətrafa da böyük təsir göstərən dövləti olacaq. Bu yolda hər bir vətəndaşımızın fəaliyyət göstərməsi lazım və vacibdir. Cənab Prezident 2023-cü ilin mayın 10-da Milli Liderin ad günündə Şuşadan Azərbaycan xalqına müraciət edərkən demişdi ki, zəfərimiz bizim çiynimizə böyük məsuliyyət qoyur. Biz hamımız bu zəfərə layiq olmalıyıq. O mənada bizim indi elə dövrümüzdür ki, həddindən artıq çevik, dinamik və daha çox əzmkarlıq göstərərək Azərbaycanın bu zəfərinə layiq olmağa çalışmalıyıq.
Amma burada tək problem jurnalistlərdə də görmək üzrə. Məsəl üçün biz jurnalistika peşəsinin təhsilini alan biri kimi hər hansı bir məlumat alanda dövlət qurumları olsun, özəl qurumlar olsun, şirkətlər olsun, QT-lər olsun, onlara müraciət edirik və deyirik ki, bu xəbəri, bu faktı bizə dəqiqləşdirin. Və bizə cavab gəlmir. 24 saat gəlmir, 1 saat gəlmir. Baxırsan ki, 1 ay gəlmir. Ümumiyyətlə bizim mesajımıza geri dönüş eləmirlər. Bugün həmin Azərbaycanın gücünə xələl gətirən, gərginlik yaratmaqla məşğul olan medianın da peşəkar mediadan üstün olmasının səbəbini bunda görürsünüzmü? Ümumiyyətlə, gələcəkdə bir mətbuat şurası olaraq Milli Məclis qarşısında bu qanunun daha da sərtləşməsinə, yəni 24 saat ərzində jurnalistin sorğusuna cavab verilmədiyi kimi bir tələb var. Amma bu praktikada özünü göstərmir nədənsə. Bilirsiniz, indi bu 4-cü sənaye inqilabının gətirdiyi yeniliklər, çeviklik və dinamiklik məmurlardan da tələb edir ki, onlar da həddən artıq çevik olsunlar. Onlar bir balaca bu proseslərdən gecikən kimi məğlub vəziyyətinə düşəcəklər. Bizdə indi bu mənada məmurlarımız həddən artıq astagəl, ləng və biraz ehtiyatlı davranırlar. Xüsusən də bizim dövlət orqanlarının mətbuat xidmətləri ilə əlaqələr yaradanda jurnalistlər problem yaşayırlar. Suallara hansısa cavabı gərək rəhbərlik səviyyəsində təsdiq olunsun, eləsin. Bu baxımdan mən bir neçə dəfə fikir bildirmişəm. Bəzi bizim nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri var ki, onlar çox çevikdir, operativdir. Amma bəziləri də ümumiyyətlə ya özlərinin bu sahəni bilməməsindən, ya ümumiyyətlə rəhbərlik etdiyi rəhbərliyin, həmin qurumların rəhbərlərinin dediyim kimi ehtiyatlılığı sayəsində vaxtında cavab vermirlər. Bu da şayələrin yaranmasına, dezinformasiyaların yaranmasına səbəb olur. Bu tərəfdən də indi bir çox məmurlar elə bir ərköyündülər və fikirləşirlər ki, onların qurumlarından bağlı hansısa bir tənqidi yazılan kimi onu deyib, məsələn, sildirə bilərlər, saytdan götürdürə bilərlər. Bu da çox problem yaradıbdır. Əvvəllər, məsələn, qəzetdə o prinsip var ki, yazılana pozu yoxdur, yazı çıxıbsa heç kim onu da sildirə bilmirdi. Uzaqbaşı o qarşı tərəf öz təkzibin ya fikirlərini verə bilərdi. Amma burada ən çox pis tendensiyalardan biri məhz budur. Məmurların həddən artıq özünə güvənliyi və mətbuata yuxarıdan aşağı baxması, bu hesab edirəm ki, indi mətbuatımız üçün problemli məqamlardan biridir. Rəşad müəllim, o qapalı cəmiyyətdən çıxıb açıq cəmiyyətə keçdiyimiz 90-cı illər bəlkə də Azərbaycan jurnalistikasının ən pik nöqtəsi idi. İctimaiyyətə daha çox təsir, nəzarət, bütün funksiyalar demək olar ki, yüksək səviyyədə olduğu bir dövr idi. Müstəqillik, demokratiyanın yeni yarandığı vaxtlar. Həmin dövrün gənc jurnalistləri ilə indiki dövrün gənc jurnalistləri arasında sanki bir anlaşılmazlıq var. Sanki bir köhnə media nümayəndələri yeni nəsli bəyənə bilmirlər. Siz bu haqda nə fikirləşirsiniz? O vaxt mən dediyim 90-cı illərdə jurnalistikaya gələnlər bir ideya kimi baxırdılar. Jurnalistikaya bir sevgi, bir gözəl sənət kimi baxırdılar. Talelərini bağladıkları və sevdikləri sənət gibi. Bugünkü, məsələn, jurnalistikaya gələn gənclərin çoxunda bu etiraz, bu şövq yoxdur. Ona görə də məsələn o 90-cı illər həm Azərbaycanın müstəqillik dövrü idi, yeni mətbuat orqanları yaranmışdı, mətbuat bumu var idi, ictimai fikrə çox təsir eləyirdi mətbuatın yazdıqları. Və 1998-ci ildə də bu proses ona gətirib çıxartdı ki, milli liderin fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. 100 ildən artıq Azərbaycanda mövcud olan senzura ləğv olundu. Və bu dövrdə əlbəttə ki, mətbuat işçiləri də, jurnalistlər də daha üzdə, daha hökümlü, daha etimadlı bir zümrə idi. Amma təəssüf ki, bax dediyim kimi, həm jurnalistlərin özlərinin bir-birinə qarşı olan bəzən həmrəyliklərin sıradan çıxması, həm ümumiyyətlə jurnalist adına iddia edən çoxlu bu tərəfdən sonra da sosial şəbəkələrin gətirdiyi belə xaotik vəziyyət jurnalist etimadını xeyli azaldıbdır. Amma yenə də mən dediyim kimi Azərbaycanın peşəkar jurnalistlərinin
nə öz ehtiramımı bildirməklə gənc jurnalistlərə də arzulayıram ki, bu gözəl ənənələri davam etsinlər, öyrənsinlər, çalışsınlar. İnsanların düşüncələrinə təsir edə biləcək yazılar yazsınlar ki, həm də jurnalistikamızı zənginləşdirsinlər. Rəşad müəllim, bu iki nəsil arasında ortada qalan jurnalist demək olar ki, təhsilsiz. Hətta mən xatırlayıram, biz birinci kursda oxuyurduq və fakültədə bir onlayn görüş olmuşdu sizlə. Dekanımız sizi o gənc jurnalistlərin də dostudur, hər kəsin yaxınıdır demişdi, təqdim eləmişdi. Daha sonra sizi sosial şəbəkələrdən falan izləyəndə gördük ki, həm gənclərlə yaxınsınız, həm də ki, yaşlıları da unutmursunuz. Ümumiyyətlə, jurnalist kimi fəaliyyətinizdən mi irəli gəlir bu? Jurnalist hamının dostu olmalıdırmı? Yoxsa bu şəxsi keyfiyyətdir? Məğzində gənclik şövqü və ehtirası olmalıdır. Hətta mən bir müddət qabaq deyirdim ki, 35 yaşından yuxarı redaktor olmaq düzgün deyil. Çünki sən artıq məmurları falanı artıq tanıyırsan, istər-istəməz güzəştə gedirsən. Amma daha gənc gələn, daha şövqlü olan, o bu məsələlərdə daha sərt olur. İndi belə bir əlbəttə dövrdə var idi. Gənclərlə bağlı 525-ci qəzetin 92-ci ilin deməli 17 noyabrında çıxan ilk nömrəsində mən gənclərə müraciət etmişəm ki, 525 gənclərin qəzeti olacaq. O gündən bu günə də Azərbaycanın yüzlərlə istedadlı gənci 525-də fəaliyyətə başlayıb, indi dünyanın müxtəlif yerlərində çalışırlar, dövlət qurumlarında da çalışırlar və 525 bir gənclər üçün məktəb olub. Amma eyni zamanda biz təkcə gənclərin yox, həm də peşəkar jurnalistlərin, klassiklərində yazılarının çap olunduğu bir qəzet oldu. Və mən çox zaman 525-ci qəzetdə bir gəncin ilk yazısı ilə, tutaq ki, Anar müəllimin, Ramiz Rövşənin yazıların yanaşı çap eləyirdik ki, cavanlara diqqəti cəlb eləmək baxımından. Sonra da mən özüm həm də 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyində gənclər üzrə katib oldum və bu da gənclərin çoxu da, yazarların çoxu həm də jurnalistlər idi. Eyni zamanda jurnalistika fakültəsində dərs deyirdim və onlara da 525-ci qəzetdə şərait yaradırdım. İndi də hamısı o çox gözəl xatırlayırlar o 525-in içərisində çıxan o tələbə qəzetlərini. O barədə də vaxtı ilə bir dəfə bir yazı da yazmışdım. Əlvida və salam. Bitirənlərə əlvida deyib yeni gənclərə salamlamışdım. Amma belə də götürəndə mən gənclərlə oturmağı da çox xoşlayıram, gənclərin düşüncəsinə bələd olmağı və gənclərdən bağlı problemim odur ki, gənclər az mütaliə edirlər, az məlumatlıdırlar. Axı jurnalistikanın da əsas prinsiplərindən biri məlumatlılıq və savadlılıqdır və cəmiyyət də jurnalist adına hörmət, ehtiram həm də ona görə göstərir ki, o daha çox biliklidir, daha çox məlumatlıdır, daha hadisələri fərqli gözlərlə görə bilir. Mən bu cür jurnalistika əlbəttə arzulayıram və dediyim kimi gənclərə də tövsiyəm odur ki, əgər bu işi sevirlərsə, bu sahədə fəaliyyət göstərsinlər. Rəşad müəllim, 33 ildir ki, bu sahədəsiniz. Çox maraqlıdır. Öz yerinizə gələ biləcək bir gənc jurnalist yetişdirə bilmirsinizmi? O bir kadr varmı ağlınızda ki, sabah Rəşad Məcid getmək istəsə, onun yerinə kim gələcək? 33 il dediyin, 33 il əslində 525-in yaşıdır. Amma mən deməli 1985-ci ildə 21 yaşımdan Elm və Həyat jurnalında korrektor kimi fəaliyyətə başlamışam. Jurnalistika fakültəsində oxuya-oxuya həm də orada çalışırdım və korrektor da o dövr üçün ən aşağı pilləsi idi də jurnalistikanın. Mən 5 il korrektor işləmişəm. Məndən əvvəl korrektor işləyən Binnət Süleyman rəhməti vardı. Ondan nasıl soruşurdu ki, sənin oğlun Bakıda nə işləyir? O da deyir ki, oğlum Bakıda alimlərin səhvini düzəldir. Həqiqətən də biz korrektor axı Elm və Həyatda elmi jurnalı idi. Orada da məsələn professorların, elmlər doktorların, akademiklərin yazısı çıxırdı. Biz də onların həqiqətən də hərf səhvlərini düzəldirdik. 110 min tirajla çıxırdı, böyük ictimai fikrə təsir edirdi. Sonralar mən Ədalət qəzetində, Həyat qəzetində, Azərbaycan qəzetində də çalışdım və 525-ci qəzeti təsis elədim. 525 mənim elə bilirəm ki, həyatımın ən əsas təqdimatlarından biridir ki, ən əsas işidir mən onu gördüyüm. Və mənim gənclərlə də bağlı çox ümid elədiyim cavanlar var. Demək olar ki, bu illərdə ən böyük elə dəstəyim gənclər olubdur və mən hesab edirəm ki, Azərbaycan jurnalistikası da, elə ədəbiyyatı da gələcəyi yaxşı, istedadlı insanların əlində olacaq. Heç bir bədgümanlığım yoxdur.
150 ildir ki, yol gedən Azərbaycan jurnalistikası üçün yeni texnologiyaların inkişafı da bir növ bizim yaddaşımızı zəiflədir. Əvvəllər bir qələm sahibləri var idi, əvvəllər qələmi ilə tanınan jurnalistlər var idi, amma bugün jurnalist özü belə dünən yazdığı çox yaxşı yazında 2 gün sonra unudur. Siz necə düşünürsünüz? Azərbaycan jurnalistikasının, jurnalistinin yaddaşı necədir? Mən indi də, məsələn, vaxtı ilə qəzetlərdə olanda hər gün, həftə sonları bütün qəzetləri oxuyurdum və ondan zövq alırdım. İndi daha çox işlərim olduğuna görə, xüsusən sosial şəbəkələrdən məlumat alıram. Ayrı-ayrı tutaq ki, izlədiyim jurnalistlərin yazıları olanda onlara göz gəzdirirəm, oxuyuram. Bir neçə dəfə olub ki, hansısa məsələn araşdırma, hansısa yazı məni çox belə bəyənib, çox xoşuma gəlib və onun redaktoruna da, jurnalistin özünə də demişəm və mən bilirəm ki, bir yazıya görə, bir jurnalistin əziyyət çəkib yazdığı, araşdırdığı bir yazıya görə Mətbuat Şurasının sədrindən və yaxud tanınmış jurnalistdən belə bir minnətdarlıq mesajı almaq o jurnalist üçün nə deməkdir? Ona görə də mən onu heç vaxt qızırgalanmıram və bəyəndiyimi, sevdiyimi həmişə ürək dolusu deyə bilirəm. Görür ki, mənim o xarakterimdəki əsas məqamlardan budur. Heç kimdə pisi, mənfini görmək istəmirəm. İnsanların bir-biri ilə münasibətdə də hörmət, ehtiram, sevgi ilə yaşamasını arzuluyuram. Bu baxımdan bu mənə gəlir ki, həm də keyfiyyətdir də insanın keyfiyyətidir. Bu da mənim illərlə formalaşan bir keyfiyyətimdir. Siz həm də Mətbuat Şurasının rəhbərisiniz, Rəşad müəllim. Ümumiyyətlə, Mətbuat Şurasının ictimaiyyətə, jurnalistikaya təsirini necə qiymətləndirirsiniz? Varmı, o təsir qalırmı? Mətbuat Şurası bilirsiniz 2003-cü ilin mart ayında yarandı, ümumi jurnalistlərin qurultayında. Mətbuat Şurası eyni zamanda mətbuatla məmur, mətbuatla ictimaiyyət arasında bir barışdırıcılıq missiyası rolunu oynayıb. 19 il bu təşkilata Əflatun Amaşov rəhbərlik edib. Mən həmişə demişəm, Əflatun Amaşovun həlim xarakteri, insanlar arasında barışdırıcı münasibət yaratmaq istəyi mənim üçün həmişə təsirli olub. Amma bu yaxında, məsələn, Əflatunun xarakterində bir məqam gördüm. Deməli, bu artıq Xalq qəzetinin baş redaktorudur, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov. Bunlar da uzun illər bir yerdə çalışıblar, Mətbuat Şurasında bir olublar. Bunların arasında bir konflikt var idi. Kommunist qəzeti və Azərbaycan qəzetinin yubileylərinin keçirilməsi, hansının varisi olması məsələsi ilə bağlı bir balaca mətbuatda da, qəzetlərində də atışmaları olmuşdu. Mən onları elə Media İnkişaf Agentliyindən çıxanda bir tədbirdə barışdırmaq istədim və Əflatun barışmadı. Onda mən dedim ki, Əflatun, sən bu xarakterlə necə 19 il rəhbərlik eləmişsən Mətbuat Şurasına? Düzü, mənim üçün biraz pis oldum mən ki, indi adi bir mübahisəyə görə, peşəkar bir tutaq ki, mübahisəyə görə bu cür münasibət yaratmaq olmaz. Bu baxımdan indi mən Əflatunun o xarakterini tərifləyəndə bu məqam yadıma düşdü. Görünür, Mətbuat Şurasının sədri kimi artıq başqa xarakter olur, amma qəzet redaktoru kimi öz qəzetinin tarixini və tarixini qorumaq istəyirsən. Bu baxımdan bizim indi ən çox, məsələn, şikayətlər filan yazılı mətbuat olanda onlardan gəlirdi. İndi bizə demək olar ki, çox az şikayətlər gəlir. Xüsusən də heç qəzetlərdən demək olar ki, şikayət olmur və olan şikayətləri də biz çalışırıq ki, elə vaxtında barışdırıcılıqla həll eləyək, o müxtəlif tərəflər arasında münasibət yaradaq. Saytlardan hərdən görürsünüz, gəlir şikayətlər, onlarda da deməli barışdırıcı mövqelər ortaya qoymağa çalışırıq. Qərar çıxardanda hansısa mətbuat orqanı barəsində Mətbuat Şurasının saytında bunu yerləşdiririk və peşəyə davranış qaydalarının, prinsiplərinin pozulmasının hansı məqamları olduğunu göstəririk. Amma indi bilirsiniz, Mətbuat Şurasından indi ictimaiyyət də, jurnalistlər də çox şey umur. Jurnalistlər bu tərəfdən umurlar, elə bilirlər ki, biz mətbuatın bütün işləri, bütün Mətbuat Şurasına tabidir, elə məsələlər xahiş edirlər ki, birdən görürsən ki, o bizim gücümüzdə deyil. İctimaiyyət də elə bilir ki, bütün qüsurları və nöqsanları biz o dəqiqə qarşısını ala bilərik. Bu baxımdan ən çox da son vaxt bu yeni media, internet televiziyalarından şikayətlər gəlir. Bəzən heç onların ünvanını tapa bilmirik. Onların çoxu heç Mətbuat Şurasının üzvü də deyil. Bu baxımdan belə
biraz xaotik vəziyyətlər var. Amma hər halda həm sosial şəbəkə vasitəsilə, həm Mətbuat Şurasında tədbirlər vasitəsilə də biz çatdırırıq ki, peşə prinsiplərinə əməl eləmək lazımdır. Rəşad müəllim, sizcə bəs Azərbaycan jurnalistikasının neçə yaşı var? Həqiqətən də 150 yaşda qocamandırmı, yoxsa hələ gəncdir? Yox, mən hesab edirəm 150 yaşımız olmasına baxmayaraq gəncik. Bayaq dediyimiz kimi Azərbaycan jurnalistikasının 150-100 il bundan qabaq qarşısında duran problemlər bu gün də bizim qarşımızda durur. Bu mənada hələ biz gəncik, yeniyetmək, formalaşmaq, belə müdrikləşmək dövrümüz hələ qarşıdadır. Rəşad müəllim, 150 il əvvəl mətbuatımızın banisi Həsən bəy Zərdabi bugünkü jurnalistikamızı görsə, tanısaydı, bu 150 il keçən ömrü görsə, sizcə nə fikirləşər? Məyus mu olar, yoxsa fəxr eləyər? Həsən bəy Zərdabi bayaq da dediyim kimi Azərbaycanda bir çox sahələrdə ilk işlərin əsasını qoyub. Mən məsələn bir şəkil var, ara sıra göstərirlər. Həsən bəy Zərdabi Qızlar Gimnaziyasının ilk açılışında o qızların arasında deməli Hacı Zeynalabdin Tağıyev və Həsən bəyin yoldaşı Hənifə xanım Məlikova. Onları görəndə mənim gözüm yaşarır. Bu baxımdan elə bilirəm ki, indi Həsən bəy Zərdabi ruhu şaddır. Biz hər il sentyabrın əvvəlində dərs başlayanda Jurnalistika Fakültəsinin tələbələri ilə Fəxri Xiyabanda Həsən bəyin məzarına gedirik. Eyni zamanda orada digər bizim xidməti olan bizim klassiklərimizin məzarını da ziyarət edirik. Elə bilirəm ki, onun başladığı, qoyduğu yol davam eləyir və gələcəkdə də daha çox inkişaf edəcək. 150 illiklə bağlı bir medal da təsis edilib artıq. Necə fikirləşirsiniz, bu medal kimlərə veriləcək, kimlərə verilməlidir? Gənclərə mi veriləcək, yoxsa artıq həyat? Bu medal bizim ən çox yaralı yerimizdir. Medianın İnkişafı Agentliyinə mən təşəkkürümü bildirirəm ki, belə bir medal təsis eləyibdir. Bilirsiniz, uzun illər mətbuatda xidmətləri olan jurnalistlər çoxdur. Bəzən ədalətsizliklər olub. Kimlərsə, məsələn, əməkdar jurnalist olub, amma daha çox haqqı olan bəziləri indiyəcən əməkdar jurnalist olmayıb. Bunu da mən birdən biləndə çox təəccüblənirəm. Amma bu medala iddia eləyənlər çoxdur. Elə gənclərin arasında da, yaşlıların arasında da. Mən də indi bunu yəqin ki, biz media agentliyi ilə müzakirələr aparacağıq. Həm mətbuat tariximizin araşdırılması ilə bağlı, həm mətbuat jurnalistika təhsili sahəsində fəaliyyət göstərənlər, eyni zamanda jurnalistikamızda çalışmış insanlar var ki, onların mütləq bu əməyi qiymətləndirilməlidir. Bu 150 illik yubiley medalı elə bilirəm ki, daha çox insana şamil olunmalıdır və yəqin ki, də elə olacaq. Rəşad müəllim, prezidentin də sərəncamı oldu 150 illiyin keçirilməsi ilə bağlı. Nə gözlənilir? Nə olacaq? Biz Azərbaycan prezidentinə təşəkkür edirik. O həmişə olduğu kimi Azərbaycan mətbuatına xüsusi önəm verir. Bilirsiniz ki, mətbuatımızın son illər 125, 130, 135, 140, 145-ci illik yubileyləri təntənə ilə keçirilib. Bu ildə cənab prezident 25 aprel tarixində mətbuatın 150 illiyinin qeyd edilməsinə bağlı sərəncam imzaladı. Burada həmçinin Medianın İnkişafı Agentliyinə və Mətbuat Şurasına da müəyyən tapşırıqlar verilir. Biz də bu barədə artıq öz fikirlərimizi hazırlayırıq. Mətbuat Şurasının idarə heyətində bir dəfə müzakirə eləmişik. Yəqin ki, bir neçə müzakirələr də olacaq və biz Medianın İnkişafı Agentliyi ilə bir yerdə müəyyən təkliflər hazırlayacağıq. İndi təkliflər, ideya verənlər çoxdur. Amma mənim özümün bir təklifi, məsələn, bu il olub ki, mən keçən il Elazığda, Türkiyədə olarkən orada qədim bir Xarput şəhərində, qədim 18-ci əsrin abidəsində basın muzeyi, mətbuat muzeyi var. Mən oranı gəzdim, elədim. Bir neçə il qabaq yaranıb. Mən düzü heyrət elədim. Dedilər, Türkiyədə 6-cı mətbuat muzeyidir, basın muzeyidir. Mən bununla bağlı öz təkliflərimi yazmışam. Mənim çox arzum budur ki, mətbuatın 150 illiyində elə bizim
mədəniyyət paytaxtımız Şuşada bir mətbuat muzeyi yaradılsın. Bizim mətbuatımızın baniləri sırasında Üzeyir bəy Hacıbəyli, Əhməd bəy Ağayev, Əbdürrəhim bəy Haqverdiyev və digər ciddi bizim həm də publisistikamıza dəyər gətirən insanlar Şuşada bağlıdırlar, Şuşada doğulublar. Bu mənada mən vaxtı ilə 2013-cü ildə cənab prezidentin yanında çıxış eləyərkən hələ Şuşanın azad olunacağını arzumu bildirərkən demişdim, orada jurnalistlər üçün bir yaradıcılıq evinin əsasını qoyacağınıza inanıram. Bu gün də mən hesab edirəm ki, bizim mədəniyyət paytaxtımızda, özdə qədim bir şəhərimizdə, qədim bir binada mətbuat muzeyi yaradılsın. 150 illiklə bağlı bu barədə təkliflərimi vermişəm. Mətbuat Şurasının idarə heyətinin üzvləri bir sıra təkliflər veriblər. Bəzi təkliflər var ki, indi jurnalistlərin təqaüdləri azdır, həddindən artıq, ona görə ki, real maaşları həddindən artıq ən minimal səviyyədə göstərilir. Bəzi təkliflər var ki, bax bu subsidiyalar verilsin, jurnalistlərin, media subyektlərinin bu sosial ödəmələri ilə bağlı belə bir təkliflər olub. Eyni zamanda vaxtı ilə Milli lider Heydər Əliyev o borçların bir hissəsini qəzetlərin bağışlamışdı. Bununla bağlı da təklif edilən var idarə heyət üzvləri arasında. Eyni zamanda məsələn indi jurnalistlər ki, indi doğrudan da az maaş alırlar, onların təqaüdə çıxandan sonra da təqaüdləri ən azdır. Cənab prezidentin belə bir sərəncamı var. 2007-ci ildən bu sərəncam qüvvədədir. Gənc və yaşlı yazıçılara, bəstəkarlara, rəssamlara bir illik təqaüdlərin verilməsi ilə bağlı, eyni zamanda mədəniyyət adamlarına 100 nəfərə təqaüd verilməsi ilə bağlı bizim idarə heyətinin üzvlərindən bir neçəsi mənə müraciət edib ki, belə bir məsələni qaldıraq, hökumət qarşısında Azərbaycanın o ahıl jurnalistlərinə təqaüdlərin ayrılması barədə ayrıca bir təqaüd, necə bu yazıçılar, bəstəkarlar, rəssamlara olduğu kimi. Bu məsələ də elə bilirəm gündəmdədir. Eyni zamanda təltiflərlə də bağlı çoxlu arzular var. Düzdür, biz indi mətbuatın 150 illik yubiley medalını hesab edirik ki, əksəriyyətə vermək lazımdır. Amma eyni zamanda xidməti olan jurnalistlərin də dövlət təltifləri ilə mükafatlandırılması bizim arzumuzdur. Siz bilirsiniz ki, artıq bir neçə ildir Şuşada bizim media forumu keçirilir, beynəlxalq media forumu, orada dünyanın müxtəlif ölkələrindən deməli, jurnalistlər, media mütəxəssisləri iştirak edirlər. Bu ildə çox güman ki, o forum davam eləyəcək. Elə bilirəm ki, 150 illik bütün jurnalistlər, bütün həmkarlarımızla birlikdə, bütün Azərbaycanın jurnalistikaya dəyər verən qurumları ilə birlikdə yüksək səviyyədə keçirəcəyik. Bütün jurnalistlərimizi də indidən 150 illik münasibəti ilə təbrik edirəm.